Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində Savxoz arasında sizin üçün 2 mərtəbəli super bir dənə evin çəkilişinə gəlmişik. Değerli izləyicilərimiz, evimiz həqiqətən də gözəl evdir. Keyfiyyətlə tikilmiş evdir, şəxsi evdir. Remontumuz təzə təmirli olubdur. Gördüyünüz kimi qapımız tam küçənin üstündədir. Həyətində əlavə olaraq ayaq yolu yeridir, əl yuma yeridir. Evimizin arka tərəfində də bağ yeri var, değerli dostlar. Keçirik indi evin içinə tanış edəcəm. Girdiyimizdə belə bir geniş holumuzdur, qəşəng. Koridorumuz həqiqətən də genişdir. İstipoldur, değerli dostlar. Yerimiz istipoldur, birinci mərtəbəmiz. Burada bizim santa və sanuzerimizdir. Aksesuarlar hər bir şey yerindədir. Asma tavandır. Qiyməti də münasib qiymətə deyilir. Aşağı mərtəbədə burada bizim bir dənə belə bir geniş qonaq otağımızdır. Hər kəsin axtardığı zövqə uyğun evdir dostlar. İndi inşallah keçəyin. Burada bizim belə bir qardırop kimi yerdir. Şkaf gibi yığılıbdır burada dostlar. Burada bizim bir dənə yataq otağımızdır. Və aşağıda mətbəximizdir. Mətbəximizin də yeri istipoldur, qəşəng, genişdir. Birinci mərtəbədə değerli dostlarımız bir dənə qonaq otağımızdır, bir dənə yataq otağımızdır, bir mətbəximizdir və sanitär və sanuzerimizdir. Və aşağı mərtəbədən belə arxa tərəfə çıxış. Burada da bizim belə bir gözəl bağımızdır dostlar. Göstər, qəşəng. Burada özünüz rahat oturursunuz, öz bağınızı seyr edirsiniz, qəşəng. Gözəl evdir dostlar. Həqiqətən də hər kəsə məsləhət görülməsi evdir, keyfiyyətli evdir. Qiyməti də münasib qiymətə deyilir. İnşallah tam ətraflı sizin üçün göstərəcəm, değerli izləyicilərimiz. Bu yaşayış pəncərə deyil, koridor pəncərəsidir, değerli dostlar. Yəni deyərsiniz ki, pəncərə baxır, elə bir şey yoxdur. Koridorun pəncərəsidir sadəcə. Və arxa görünüşünü sizin üçün göstərəcəm. İndi keçəyin evin ikinci mərtəbəsindən sizi tanış edəcəm, değerli izləyicilərimiz. Evimiz çox qəşəng evdir, keyfiyyətli evdir. Yuxarıda da 4 dənə yataq otağıdır, değerli dostlar. Demək olar 6 otaqlı evdir. Çox qəşəng. İnşallah qalxırıq ikinci mərtəbəyə. Burada bizim ikinci mərtəbəmizin koridorudur. Işıqları da yandıraq, değerli dostlar. Başlayalım otaqlarla tanış eləmək. Burada bir geniş yataq otağıdır. Burada ikinci yataq otağımızdır. Bu hissədə balkona çıxış yeridir, değerli dostlar. İndi burada da üçüncü yataq otağıdır, ikinci mərtəbənin. Ve burada bizim dördüncü yataq otağımızdır, ikinci mərtəbəmizin. 5 yataq otağı, bir qonaq otağı, bir də mətbəximiz, 2 dənə də sanitər və sanuzerimizdir. Bu hissədə dostlar yataq otağından sanitər və sanuzerə daxil olmaq üçündür. Gördüyünüz kimi. İndi keçirik yuxarı mərtəbənin balkonla tanış etməyə. Burada bizim balkonumuzdur, qəşəng. Değerli dostlar, bu gözəl evimizin qiyməti 120 bin manata deyilir. İnşallah gəlinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun. Üzünü sayın yuxarı mərtəbənin sanitər və sanuzerini də göstərim sizə. Yəni koridorda 3 dənə sanuzerimiz var dostlar. 3 dənə. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.